Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Xoş gördük hər birinizi. Rəbb hər birinizi bərəkətləsin, Rəbb hər birinizi qorusun. Gəlin hamımız bugün birlikdə diqqətli olaq Allahımızın, Rəbbimizin kəlamlarına, ayələrinə. Amin. Əziz bacılarım, qardaşlarım, bəzən həyatımızda hansısa bir hadisə olur ki, biz nə isə başa düşək. Bu hadisə qorxu da ola bilər, xəstəlik ola bilər, problem ola bilər, çətinlik ola bilər. İlk əvvəl biz panikaya düşürük, ilk əvvəl biz təşvişə düşürük, narahat oluruq ki, bütün bunlar nəyə görədir? Amma çox vaxtı sonra başa düşürük ki, bunlar vasitəsilə Rəbb bizə nə isə öyrədir. Rəbb bizi nədənsə keçirdir, Rəbb bizi böyüdür, Rəbb bizi qüvvətləndirir. Və bugün də oxuyacağım müqəddəs kitabdakı bir hadisə vasitəsilə Rəbb həm şagirdlərinə, həm bizə nə isə öyrədir. Ona görə istəyərdim müqəddəs kitabdan gəlin birlikdə Matta müjdəsi 14-cü fəsil 22-ci ayədən 33-cü ayəyə qədər bir yerdə oxuyaq. Bundan dərhal sonra İsa cəmaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib özündən əvvəl o biri sahilə keçsinlər. İsa cəmaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. Qayıq isə artıq qurdan çox stadi uzaqda idi. Və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. Gecənin 4-cü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsanı gölün üstü ilə yeriyən görəndə bu bir kabusdur deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: "Cəsarətli olun, mənəm, qorxmayın." Peter cavabında ona dedi: "Ya Rəbb, əgər sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim." İsa "Gəl" dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsa'ya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. "Ya Rəbb, məni xilas et" deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: "Ey imanı az olan adam, nə üçün şübhə etdin?" Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar doğrudan da sən Allahın oğlusan deyə ona səcdə qıldılar. Amin. Amin. İsa Məsih bu hadisədən qabaq xalq üçün möcüzə etmişdi. 5 çörəklə 5000 adamı doydurmuşdu. Onları yedizdirmişdi. Amma bu hadisədə şagirdlər nə isə başa düşməmişdilər. Bu hadisə vasitəsilə şagirdlər nə isə anlamamışdılar. Ona görə İsa Məsih onlara başqa bir, daha dərin bir mənanı başa salmaq istəyirdi. Onlar bilirsiniz nə anlamamışdılar? İsa Məsihin ilahiliyini. İsa Məsihin ilahi qüdrətini onlar 5 çörəklə 5000 nəfər doyanda anlamadılar, başa düşmədilər və ona görə bu hadisə baş verir. Və görün müqəddəs kitabda bu hadisə necə başlayır? Deyir, İsa dərhal cəmaatı evlərinə göndərərək şagirdlərini məcbur etdi ki, qayığa minib digər tərəfə keçsinlər. Bəzən bizim həyatımızda da olur, nə isə etmək istəmirik. Hansısa bir işi görmək istəmirik. Allahın hansısa bir tapşırığını yerinə yetirmək istəmirik. Amma bəzən Allah məcbur edir ki, sən bunu etməlisən. Çünki bu sənin xeyrin üçündür. Bu sənin xilasın üçündür. Bu sənin sevincin üçündür. Bu sənin bərəkət almağın üçündür məndən Allah deyir. Və burada da görürük ki, İsa Məsih şagirdlərini məcbur edir ki, gedin. Və sonra özü nə edir? Deyir, İsa sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Əziz bacılarım, qardaşlarım, İsa bunu tez-tez edirdi. İsa Məsih tez-tez tək-tənha gedirdi dağda, bütün gecəni səhərə qədər dua edirdi. Baxmayaraq ki, onun xalq arasında nə qədər işi var idi. Çox böyük bir işi var idi. İsa Məsih hətta bir yerdə deyir, mən deyir, işləməliyəm. Allahın müjdəsini hər yerə çatdırmalıyam. Bütün bundan savayı İsa Məsih özü üçün, dua etmək üçün, Allahla vaxt ayırmaq üçün tez-tez tənhalığa, təkliyə çəkilirdi. Bilirsiniz, məşhur bir teoloq var, Matthew Henry. Onun belə bir fikri var. Deyir,
imanlı tənhalığa çəkilib dua etmirsə, Rəblə vaxt keçirtmirsə, o imanlı, güclü ola bilməz. Əgər imanlı tənhalığa çəkilib, Rəblə şəxsi ünsiyyətdə, şəxsi vaxt keçirtmirsə, duada, ilahidə, kəlam oxumaqda, sadəcə düşünməkdə bunları etmirsə, o imanlı, güclü ola bilməz. Ona görə sən təklikdə sən düşünürsən, təklikdə sən Rəblə danışırsan, təklikdə sən Rəbdən nəsə alırsan, qidalanırsan, öyrənirsən, kəlam oxuyursan və heç bir şey sənə mane olmur, Rəblə qalırsan. Ona görə əziz bacılarım, qardaşlarım, əgər bunu heç vaxt etməmişiksə, edəyin. Çəkilək bir təkliyə, çəkilək bir tənhalığa, bir meşəyə, bir dağa, bir göl, bir sakit yerə. Kəlam oxuyaq, dua eləyək, Rəblə şəxsi ünsiyyətdə olaq və bunun effektini və Rəbdən nə aldığını, Rəbbin sən nələr öyrətdiyini görəcəksən. Bilirsiniz, güclü liderlərdə, tarix boyu güclü liderlərdə güclü qərarlar verməmişdən qabaq çəkiliblər bir tənhalıqda, dərin düşünüblər. Söhbət dünyəvi insanlardan gedir, ruhani insanlardan getmir. Hətta dünyada belə. Ona görə İsa Məsih bununla bizə bir nümunə qoyur ki, çəkildi dağa və dua etdi. Və necə ki, əziz bacılarım, qardaşlarım, biz sevdiyimiz bir insanla, bizə xoş olan insanla bir kafedə, hardasa görüşüb ünsiyyətdə olmaq istəyirik, düzdürmü? Allah da səninlə ünsiyyətdə olmaq istəyir. Allah da səninlə vaxt keçirmək istəyir. Allah səni dinləmək istəyir. Allah istəyir sən də onu dinləyəsən. Təklikdə sadəcə sən və Rəbb. Amin. Və sonra nə baş verir? Və sonra biz oxuyuruq ki, deyir, axşam olanda qayıq artıq qurudan uzaqlaşmışdı. Və deyir, külək onlara qarşı olduğundan artıq dalğalar qayığa zərbə indirirdi. Və Kəlam deyir ki, gecənin 4-cü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsa'nın gölün üstü ilə yeridiyini görəndə bu bir kabusdur deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi, cəsarətli olun, mənəm, qorxmayın. İsa dağda bir neçə dəfə dua edəndə İsa dağda səhərə kimi qalırdı. Məsələn, İsa 12 şagirdini seçəndə Kəlam deyir ki, İsa Məsih səhərə qədər dağda qalıb dua etdi və səhər gəldi şagirdlərini, həvarilərini təyin etdi. Amma burada deyilir ki, 4-cü növbə, gecənin 4-cü növbəsində İsa artıq gölün üstü ilə gəlir şagirdlərinin yanına. Bilirsiniz niyə? Çünki artıq şagirdlər təhlükədə idilər. Artıq orada külək başlamışdı və dalğalar qayığa zərbə indirdilər. İsa Məsih bunu bilirdi. Allah bunu bilirdi. Və əziz bacılarım, qardaşlarım, suyun üstü ilə yerimək deyəndə Çıxış kitabı 14-cü fəsil 24-cü ayədə yazılıb ki, Rəbb səhərə yaxın Musaya dedi. Eyni vaxtdır. Səhərə yaxın, İsa da səhərə yaxın gəlir şagirdlərin yanına. Rəbb səhərə yaxın Musaya dedi. Hələ gün ağarmamışdı. Dedi, əlini uzat dənizə və qoy dəniz aralansın. Və İsa Məsih səhərə yaxın, necə ki Allah İsrail xalqını xatırladı ki, onları xilas etsin. İsa Məsih gəlir öz şagirdlərinin yanına və ona görə gəlir ki, mən bayaq bu fikri dedim. Rəbb onların balalarının çətinlikdə olduğunu bilirdi. Ona görə bugün sənin həyatında hansısa bir problem, hansısa bir ağrı, hansısa bir dərd, sıxıntı varsa düşünmə ki, Rəbb onu görmür. Düşünmə ki, Rəbbin bundan xəbəri yoxdur. Düşünmə ki, Rəbb bunu bilmir. Sənin nə vəziyyətdə olduğunu xeyr, bilir. Bilir ki, sən hansı çətinlikdəsən. Bilir ki, sən qorxudasan. Bilir ki, sən problemdəsən. Bilirsən xəstəlikdəsən. Bilirsən dərddəsən. Bir gün Rəbb gələcək sənin yanına. Rəbb bilirdi, İsa bilirdi dağda dua edəndə şagirdlər orada qorxurlar. Dalğalar qayığa zərbə indirir, fırtına başlayıb, külək başlayıb. Və ona görə gecənin 4-cü növbəsində qalxdı və gəldi şagirdlərin yanına. Ona görə əgər qorxursansa, əgər narahatsansa, əgər həyəcanlısansa, qorxma. Sənin iman etdiyin, səni xilas edən Rəbb var. Və bu vəziyyətdə İsa Məsih şagirdlərinə yaxınlaşaraq nə deyir? Deyir, qorxmayın.
Mənəm, qorxmayın. Və hətta Rəbbin gəlişi, hətta İsa Məsihin gəlişi, Rəbbin qurtuluşu sənin həyatına elə gələ bilər ki, sənin o çətinliyində, narahatçılığında sən qorxa da bilərsən. Elə gələ bilər ki, sən qorxarsan ki, nə baş verir? Amma bununla Rəbb səni qurtarır. Amma Rəbb deyir, qorxma. Ona görə əziz bacılarım, qardaşlarım, təsəvvür edək, bir anlıq o şagirdlərin yerinə özümüzü qoyaq ki, dənizin ortasında, gölün ortasında, okeanın ortasında çarəsiz bir vəziyyətdəyik. Sudur və səni xilas edəcək heç nə yoxdur. Amma bizim köməyimizə gələn bizim Rəbbimiz var. Suyun üstü ilə yeriməyə belə qadir olan Rəbbimiz var. Ona görə Rəbb sənə deyir, cəsarətli ol və qorxma. Orada da şagirdlər nə dedi? Cəsarətli olun, qorxmayın, bu mənəm. Və sonra nə baş verir? Sonra görür ki, Peter cavabında ona dedi, Ya Rəbb, əgər sənsənsə, əmr et ki, suların üstü ilə yanına gəlim. İsa, gəl, dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsa'ya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. Ya Rəbb, məni xilas et deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi, ey imanı az olan, nə üçün şübhə etdin? Mən bu yerləri düşünərkən, məndə sual yarandı ki, Peter niyə İsa'ya dedi ki, yanıva gəlmək istəyirəm? Gözləyər İsa gəlirdi də. Gəlib minəcəkdi, lazım idi sənə. Niyə dedi? Və bu yerdə biraz araşdırma etdim. Peter eşidəndə ki, İsa deyir, mənəm, qorxmayın. O bu sözün İsa'dan gəldiyini təsdiqləmək və İsa'ya olan böyük imanını göstərmək istəyirdi. Ki, bu sənsənsə, əmr et yanıva gəlin, mən buna inanıram. Və mən gələrəm. Sonra ikinci, Peter İsa'nı ürəkdən sevirdi və hər zaman onun yanında olmaq istəyirdi. Fırtınanın ortasında qayıqda qalmaqdansa, İsa'nın yanında qalmağı üstün tuturdu. Ki, gedim, sənin yanında olum. Üçüncü, müəllimə bənzəmək və onun işində şərik olmaq arzusu. Yahudi mədəniyyətində şagirdin ən böyük məqsədi müəllimin, Rabbinin hər şeydə izləmək, onun etdiklərini etmək idi. İsa suyun üstü ilə yeriyirdisə, Peter də Rəbbin etdiyini etmək istəyirdi. Ona görə deyir, əmr et, sənin kimi mən də suyun üstündə yeriyim. Dördüncüsü, İncilin digər yerlərində görürük ki, Peter həmişə şagirdlərdən qabaq tez özünü atıb, tez alovun içine atıb, tez qabağa çıxıb və o burada da eynisini edir. Və tez şagirdlərdən qabağa çıxır, deyir, Rəbb, bu sənsənsə, qoy mən sənin yanıva gəlim. Və əziz bacılarım, qardaşlarım, mən istəyərdim bir anlıq qayığa diqqətimizi yönəldək. Qayığın ölçüsü təxminən 4 metr hündürlükdə və 10 metr uzunluğundaydı. Çünki o qayığa 12 nəfər rahat minirdi. Daha hətta İsa Məsih belə 13 nəfər. Onlar tez-tez o qayığa minirdilər və hətta o qayıq nə qədər balıq tuturdu, nə qədər balıq götürə bilirdi ki, sudan tutsalar. Demək, bu qayığın həcmi böyük idi ki, balaca qayıq deyildi və 4 metr hündürlükdən suya tullanmaq asan deyil. Və o qayıqdan çıxmaq asan deyil. Bunun özü də bir qorxuludur ki, 4 metr hündürlükdən sən suya tullanmağın, bu da bir riskdir. Yəni, o balaca bir qayıq deyildi ki, ayağımı suya qoyum, görüm, bərkdirsə, su bərkdirsə gedim. Xeyr, Peter 4 metr, təxminən 4 metr hündürlükdən suya tullandı və sonra getdi İsa Məsihin yanına. Və İsa ona dedi ki, gəl. Və əziz bacım, qardaşım, ola bilsin sənin həyatında İsa Məsihlə sən aranda elə bir uçurum yaranıb ki, elə bir vəziyyət yaranıb ki, sən artıq İsa'nın yanına gedə bilmirsən. Sənin artıq İsa'ya yaxınlaşmağın mümkün deyil. Artıq səninlə İsa Məsih arasında keçilməz bir sədd var, bir uçurum var, bir su var, hansı ki sən oradan yeriyə bilmərsən. Ola bilsin, əvvəlki sevinci bitirmisən. Ola bilsin, ruhaniliyi bitirmisən. Ola bilsin, xidməti bitirmisən.
Ola bilsin imanlılarla ünsiyyətini itirmisən, hörmətini itirmisən və bunları geri qaytarmaq mümkün deyil deyə düşünürsən. Və ola bilsin Rəblə artıq əvvəlki kimi ünsiyyətdə deyilsən. Çoxdandır Rəbdən uzaqlaşmısan. Çoxdan da onu görmürsən. Çoxdan da onu hiss etmirsən. Çoxdan da ona yaxınlaşa bilmirsən. Çoxdan da ona toxuna bilmirsən. Və düşünürsən ki, artıq bu mümkün deyil. Və sənin imanın artıq batıb. Amma bu mümkündür, sənə həqiqəti deyirəm. Bu mümkündür. İsa Məsih bugün sənə də deyir, gəl. Necə ki, Peterə dedi. Peter üçün mümkün deyildi. Nəinki Peter üçün, hansımız üçün mümkündür? Hansımıza desələr ki, tullan gəmidən suyun üstü ilə gəl yanıma, hansımız gedər? Bilmirəm, mən getmərəm. Bilərəm ki, suyun üstü ilə yerimək bizim ağlımıza, məntiqimizə sığmır. Fizika qanunlarına sığmır bu dünyada. Və ola bilsin, sən də düşünürsən ki, mənim artıq geri qayıtmağım mümkün deyil. Əvvəlki xidmətimə, əvvəlki ünsiyyətimə, əvvəlki Allahla olan münasibətimə qayıtmağım mümkün deyil, amma mümkündür. Allah deyir, çıx o qayıqdan, çıx o vəziyyətdən, çıx o günahdan, çıx o düşüncədən, çıx o hissiyatdan, gəl mənim yanıma, gəl. Düşünmə ki, mən buranı keçə bilmərəm. Düşünmə ki, ayağımı qoysam batacam. Düşünmə, bu məndə alınmayacaq. İsa Məsih sənə deyir, çıx o vəziyyətdən, gəl mənim yanıma. Mən səni yenidən bağışlayacağam, yenidən qəbul edəcəm, yenidən sağaldacam. Bilirsiniz, müqəddəs kitabda çox sevdiyim bir ayə var. Deyir, əgər Rəbb səndən razı olsa belə, düşmənlərini səninlə barışdırar. Əgər Rəbb səndən razı qalsa, düşmənini səninlə belə barışdırar. Yəni, mümkün deyil düşmənin səninlə barışmağı. Ortada böyük bir dava, qan var. Amma Allah barışdırar. Ona görə Allah mərhəmətli, bağışlayandır. Allah sevəndir. Əziz bacım, əziz qardaşım, Rəbb səni bugün çağırır. Rəbb sənə dedi, qorxma, cəsarətli ol. Və indi isə deyir, gəl, mənim yanıma gəl. Bilsən niyə? Çünki Rəbb səni sevir. Rəbb istəyir ki, biz onun yanına gələk. Peter dedi. Dedi, ya Rəbb, əmr et yanıma gəlim. Dedi, gəl Peter. Və Peter qayıqdan 4 metr hündürlükdən tullandı suya, qaldı suyun üzündə. Qalmışam, batmıram. Və başladı İsa'ya tərəf addımlamağa. Sən də başla İsa'ya tərəf addımlamağa. Olduğun kimi. Nə vəziyyətdəsən, hansı düşüncəsədəsən, addımla, deyən, ya Rəbb, sənin huzuruna gəlirəm. Məni yenidən qəbul et, məni yenidən bağışla, məni yenidən təmizlə, məni yenidən qüvvətləndir, məndən istifadə elə. Və Peter bunu etdi. Gəldi, İsa'ya çata-çatda yenə onu qorxu bürüdü. Kəlam nə deyir? Yenə onu qorxu bürüdü və o batmağa başladı. Və batmağa başlayanda yenə İsa'ya ümidini yönətdi. Dedim, məni xilas et, mən batıram. Yenə də çapalamadı çıxmağa, yenə geri qayıtmağa çapalamadı, yenə dostlarını çağırmadı ki, tez oradan nəsə atın, məni xilas eləyin. Yenə baxdı İsa'ya. Dedim, mən yenə batıram, mən yenə şübhə etdim. Mən yenə keçə bilmirəm. Mənə kömək elə ki, çıxım. İsa yenə əlini uzatdı, onu tutdu. Ona görə bizə də etməyə qadirdir. Bizim inamsızlığımıza, bizim zəifliyimizə, bizim günahlarımıza, bizim ağrılarımıza, bizim qorxumuza qalib gələn biri var. Şübhələrimizə qalib gələn biri var. O da İsa Məsihdir. Yetər ki, ümidin ona bağla. Yetər ki, ondan yapış. Suyun üstüylə yerisən belə də, şübhə edib batsan belə də Peter kimi, ya Rəbb, batıram, məni xilas et. Və İsa əlin atdı. Dedi, niyə şübhə etdin Peter? Niyə şübhə etdin? Peter heç nə demədi. Və kəlam bilsiniz nə deyir? Onlar qayığa mindilər. İsa ilə Peter qayığa mindi. İsa Peteri çıxartdı. İsa Peteri qaytardı. İsa Peteri sağaltdı. İsa Peteri bərpa elədi. Bugün səni də, məni də edə bilər.
Və bilirsiniz onlar qayığa minən kimi nə baş verdi? Deyir, külək sakitləşdi, fırtına dayandı, dalğalar dayandı, hər şey sakitləşdi. Qorxu getdi, şübhə getdi, narahatlıq getdi. Bəli, sən İsa'ya yaxınlaşsan, sən İsa'nı çağırsan, sən onun yanına gəlsən, sənin həyatından da o şeylərin hamısı başlayacaq yavaş-yavaş. Tufan sakitləşəcək, yağış dayanacaq, dalğalar yatacaq, gəminin yellənməsi dayanacaq, içindəki həyəcan gedəcək. Amma İsa'ya yaxınlaşsan, amma yaxınlaşmasan, onlar yenə də həyatında davam edəcək. Və tək Peter yox. Görün, axırda nə baş verir? Qayıqda olanlar doğrudan da sən Allahın oğlusan deyə ona səcdə qıldılar. Amin. Baxsanın məqsədi buydu, əziz bacılarım, qardaşlarım. 5 çörəklə 5 min adamı doyduranda onlar demədilər, doğrudan da sən Allahın oğlusan. Bax, Rəbbin məqsədi buydu ki, onlar başa düşsünlər. Bu hadisə vasitəsilə, bu qorxu, bu narahatçılıq, bu həyəcan, bu problem vasitəsilə onlar başa düşdülər və dedilər, doğrudan da sən İsa Məsih Allahın oğlusan və başladılar ona səcdə qılmağa, tənzim eləməyə, əyilməyə. Ona görə həyatımızdakı olan çətinliklər vasitəsilə Allah bizə nə isə başa salanda narahat olmayaq. Əziz bacılarım, qardaşlarım, bilirsiniz bu hadisə şagirdlərin həyatını nə etdi? Bu hadisə şagirdlərin həyatını dəyişdi. Və o şagirdlər başladılar bütün dünyaya müjdəni yaymağa. Və bugün sən, bugün mən imanlıyıq. Onların o müjdəsinin sayəsində. Ona görə biz də həyatımızı dəyişək. Biz də olduğumuz vəziyyətdən çıxaq. Biz də qayıdaq Rəbbimizin yanına, o qorxuya, o şübhəyə, o narahatçılığa qalib gəlib, qayıdaq Rəbbimizin yanına ki, Rəbb bizdən yenidən istifadə eləsin. Rəbb bizim vasitəmizlə yüzlərlə, minlərlə, milyonlarla insanların həyatını dəyişsin və bizi də sevindirsin. Amin. Qoy Rəbb bu işdə hər birinizə xeyir dua versin və hər birinizi bərəkətləsin. Amin.